Kompüteri açdığımız zaman ilk iş əməliyyat sistemi haqqında ümumi məlumata malik olmaqdır ki, bir çox kompüterlərdə əməliyyat sistemi olaraq Windows əməliyyat sistemindən istifadə edirlər. Ona görə də biz video dərsliklərimizdə sizə Windows 7 əməliyyat sistemi haqqında əsas informasiyaları verəcəyik. Kompüteri açdığınız zaman gördüyünüz bu pəncərə Desktop Background adlanır ki, burada da desktopda yerləşdiyiniz fayllar, kataloqlar, qovluqlar yerləşir. Bundan başqa ekranın aşağı hissəsində gördüyünüz bu hissə isə Taskbar adlanır ki, bu da özündə bir çox proqramları saxlayır ki, hansı ki aşağı sol tərəfində gördüyünüz shortcutlar burada PDF, Foxit Reader, Google Chrome və Windows Explorer proqramları vardır. Eyni zamanda ekranın sağ hissəsində gördüyünüz əmrlər isə səs, internetin idarə olunması, səsin idarə olunması, eyni zamanda zaryadkanın idarə olunması, istifadə olunması kimi bir sıra əmrlər və xidmətlərdir ki, siz bunlardan da rahatlıqla istifadə edə bilərsiniz. Bundan başqa ekranın sağ küncündə gördüyünüz kimi tarix də yerləşir ki, hansı ki avtomatik olaraq tarix yenilədir və sizə düzgün vaxtı və saatı göstərir. Taskbarda olan ən əsas xidmət isə ekranın sol küncündə gördüyünüz Start menyudur ki, hansı ki bura klik etdiyiniz zaman siz kompüterinizdə mövcud olan bir çox proqramları görürsünüz ki, hansı ki bu proqramlardan istənilən birini istifadə edib başlada bilərsiniz. Məsələn, mən Microsoft Excel 2010 proqramını seçdikdən sonra mouse'un sol düyməsini bir dəfə kliklədikdə artıq həmin seçdiyim proqram açılmış olacaq. Və budur, görürsünüz ki, artıq mənim Excel 2010 proqramım açılmış oldu. Proqram açılan kimi taskbarda avtomatik olaraq həmin proqramın işarəsi görünür ki, siz bu taskbarda mövcud olan işarələrdən, ikonlardan istifadə edərək bir proqramdan digər proqrama çox rahatlıqla keçə bilərsiniz. Sadəcə olaraq hər hansı bir proqramın üzərinə klik etməklə görürsünüz ki, həmin proqramı başladıb işə sala bilərsiniz. Artıq mənim seçdiyim proqram da açılmış oldu və digər proqrama keçmək üçün sadəcə olaraq həmin proqramın işarəsinin üzərinə klik etməyim kifayətdir. Bundan başqa qayıdaq yenidən desktopa. Sizə fayl və qovluq haqqında əsas məlumatları verəcəm və bunların fərqlərini deyəcəm. Fayl özündə hər hansı bir musiqi faylını, sənəd faylını, Word faylını, Excel faylını, cədvəli, videonu saxlayır. Yəni fayl dedikdə biz bu informasiyaları, biz bu proqramları başa düşürük. Qovluq isə faylların ümumi kombinasiyasını özündə saxlayan bir yerləşmədir ki, hansı ki mən məsələn hər hansı bir qovluğu açdıqda gördüyünüz kimi desktopda Knut adlı qovluğum var və mən bu qovluğu mouse'un sol düyməsini 2 dəfə klik etməklə açdıqda artıq həmin qovluqdakı faylları rahatlıqla görə bilərəm. Burada gördüyünüz bütün məlumatların hamısı fayl adlanır ki, hansı ki bu fayllar da müxtəlif funksiyaları idarə etmək üçün tərtib olunub. Bundan başqa bu pəncərə açıldıqda gördüyünüz ümumi pəncərə Windows Explorer adlanır ki, buradan da kompüterin digər yaddaşında yerləşən qovluqlara və fayllara rahatlıqla keçə bilərsiniz. Yenidən desktopa qayıdaq. Eyni zamanda Windows Explorer'i işə salmaq üçün elə taskbarda gördüyünüz bu işarənin üzərinə klik etmək kifayətdir ki, Windows Explorer'i açasınız. İndi isə kompüterin yaddaşında yerləşən digər bir faylı açaq. Məsələn,
Pictures bölməsinə gedərək burada Sample Pictures qovluğundan hər hansı bir şəkli açaq. Bu şəklin üzərinə 2 dəfə klik etdikdən sonra görürsünüz ki, mənim şəklim Windows Photo Viewer adlı proqram vasitəsilə açılmış oldu ki, bu şəkil üzərində də hər hansı bir əməliyyatı yerinə yetirmək mümkündür. Hər hansı bir faylı silmək üçün sadəcə olaraq həmin faylın üzərindən klik etməklə o faylı silmək mümkündür. Məsələn, mən yenidən desktopa qayıdım və buradan Knut qovluğundan bu faylı seçdikdən sonra artıq klaviaturadan delete düyməsini basmaqla bu faylı silə bilərəm və yes düyməsini basdıqda mənim faylım silinmiş oldu. Faylımın delete düyməsi vasitəsilə silinməsi onun tam silinməsini göstərmir. Faylı delete düyməsi vasitəsilə sildikdən sonra bu fayl recycle binə, yəni zibil qutusuna düşür ki, biz zibil qutusunu 2 dəfə klik etməklə açıb silinmiş faylların siyahısını görə bilərik. Gördüyünüz kimi burada silinmiş faylın siyahısı göstərilir ki, kompüterin yaddaşından bu faylı bir dəfəlik silmək istəyirəmsə, sadəcə olaraq empty the recycle bin əmrini seçməklə sadəcə olaraq qovluqdakı zibil qutusundakı bütün faylları silə bilərəm və artıq heç cürə həmin faylı geri qaytarmaq olmaz. Bir dəfəlik silmək üçün hər hansı bir faylı, digər bir seçim isə hər hansı bir faylı klik etdikdən sonra klaviaturadan Shift və Delete düymələrini birgə basmaqla həmin faylı silə bilərəm. Burada gördüyünüz kimi yazılır ki, siz faylı bir dəfəlik silmək mi istəyirsiniz? Və yes düyməsini basdıqdan sonra artıq görürsünüz ki, mənim faylım recycle binə düşmədi. Bundan başqa siz delete düyməsi vasitəsilə yenidən bir fayl silə və yes düyməsini basdıqdan sonra görürsünüz ki, recycle binə düşdü. Əgər siz silinmiş faylı bərpa etmək istəyirsinizsə və silməkdən imtina etmək istəyirsinizsə, həmin faylın üzərinə klik etdikdən sonra Restore this item əmrini basaraq yenidən həmin fayla kompüterin yaddaşına daxil edə bilərik ki, gördüyünüz kimi həmin fayl qayıtmış oldu. Yenidən Start menüsünə qayıdaq. Əgər siz Start menüsünə klik etdikdən sonra siz burada hər hansı bir proqramı kompüterə yüklədiyiniz müəyyən bir proqramı axtarmaq istəyirsinizsə, sadəcə olaraq buradan search əmri vasitəsilə müəyyən bir proqramın adını yazıb axtarışa verə bilərsiniz. Gördüyünüz kimi mən Word yazdıqdan sonra mənə daxilində Word sözünü saxlayan bütün proqramlar və kontrol paneldəki Word ilə bağlı funksiyalar görünmüş oldu ki, hər hansı birini seçməklə mən öz arzuladığım işi yerinə yetirə bilərəm. Bundan başqa bu hissədə gördüyünüz bir sıra funksiyalar da vardır ki, bir sıra qovluqlar da vardır ki, burada gördüyünüz Documents sizə rahatlıqla sənədlərin açıldılması və sənədlərə baxılması işini təmin edən funksiyadır. Pictures qovluğu şəkillərə, Music qovluğu musiqilərə, Games oyunlara, Computer qovluğu isə kompüterə daxil olan disklərə və onların yaddaş tutumlarına, eyni zamanda kompüterin xüsusiyyətlərinə baxmaq üçün nəzərdə tutulmuş bir qovluqdur. Bura klik etdiyim zaman gördüyünüz kimi kompüterə daxil olan disklər və onların ümumi həcmi və boş olan həcmləri mənə göstərir ki, bu disklərin də hər birinə daxil olmaqla içərisindəki bütün qovluqlara və proqramlara rahatlıqla baxa və həmin proqramlara düzəliş edə bilərəm. Bundan başqa siz hər hansı bir yüklədiyiniz proqramı uninstall, yəni birbaşa silmək üçün, eyni zamanda yeni bir istifadəçi hesabı əlavə etmək üçün və digər bir çox işlər üçün kontrol panel qovluğundan istifadə edirsiniz ki, bura klik etdikdə görürsünüz ki, bir sıra settingslər mövcuddur ki, bu parametrlərdən istifadə etməklə kompüterinizdə müəyyən dəyişikliklər edə bilərsiniz.
Burada gördüğünüz bir sıra görünüş seçimleri vardır ki, hansı ki small icons balaca işarələrlə kompüterə daxil olan parametrləri, xidmətləri sizə göstərir. Large icon seçimi isə həmin işarələri böyüdür. Kateqori seçimi isə kateqoriyalara görə kompüterin parametrləri sizə təyin edib nümayiş etdirir ki, hansı ki rahatlıqla bu parametrlərdən birini seçib qruplar üzrə istifadə edə bilərsiniz. Yenidən X düyməsini basaraq bu qovluqdan çıxaq. Bundan başqa kompüterdə Help and Support adlı xidmət də vardır ki, əgər kompüterin hər hansı bir bölməsi ilə bağlı problem varsa, bunun üçün bu xidmətdən rahatlıqla istifadə edib hər hansı bir axtarış verməklə Windows əməliyyat sistemi tərəfindən köməklik əldə edə bilərsiniz. Əgər kompüteri söndürmək istəyirsinizsə, burada gördüyünüz shutdown əmrindən istifadə edə bilərsiniz. Eyni zamanda söndürmək üçün digər seçimlər də mövcuddur ki, Switch User seçimi kompüterinizə daxil olan hesabı dəyişir, yəni istifadəçi hesabını dəyişərək digər istifadəçi hesabı tərəfindən kompüterin açılmasını təmin edir. Log off isə sizə daxil olan istifadəçi hesabını sadəcə bağlayır. Lock isə kompüteri qıfıllayaraq müəyyən bir müddətlik qıfıl vəziyyətinə salır və siz onu yenidən aktiv vəziyyətə sadəcə olaraq əgər kompüteriniz şifrələnibsə, şifrəni daxil edərək aktiv vəziyyətə gələ bilərsiniz. Restart isə kompüterinizi avtomatik olaraq söndürüb yenidən yandırır və sönülü vəziyyətdə saxlamır. Silip funksiyasının köməyi ilə isə siz kompüterinizi yuxulu vəziyyətə gətirərsiniz və müəyyən bir müddətlik kompüterə fasilə vermək istəyirsinizsə, onda bu funksiyadan istifadə edə bilərsiniz. Hibernate funksiyası isə shutdown funksiyasına oxşardır. Fərqi isə ondan ibarətdir ki, shutdown funksiyası bütün proqramları söndürərək kompüterin fəaliyyətini birdəfəlik dayandırır. Hibernate funksiyası isə kompüterinizdə açıq olan proqramlar hələ aktiv vəziyyətdə olduğu halda kompüteri sönülü olaraq saxlayır. Bu dərsimizdə sizə Windows 7 əməliyyat sistemində əsas anlayışları və ümumi məlumatları verdim.